Bakı şəhər Nərimanov rayon tibb mərkəzinin direktoru, tibb elmlər namizədi Fazil Alməmmədovun ideya və layihənin müəllifi Nərimanov rayon tibb mərkəzinin şüa diaqnostika şöbəsinin həkimi, tibb elmlər namizədi Abbasqulu Səfərovun birgə təşkilatçılığı ilə araya ərsəyə gətirilən Konstitusiya və suverenlik ilində 44 günlük vətən müharibəsində qazanılmış parlaq qələbəmizin 5-ci il dönümünə, eyni zamanda Respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda Azərbaycanın səhiyyə işçilərinin, fədakar həkimlərimizin keçirdiyi şanlı və şərəfli döyüş yoluna həsr olunmuş Fədakar Həkimlərimiz adlı kitabın təqdimat mərasimi keçirilib. Mərasim Avrasiya Universitetində baş tutub. Təqdimatda Nərimanov rayon tibb mərkəzinin kollektivi, şəhid tibb işçilərinin ailə üzvləri, doğmaları, media nümayəndələri və başqa qonaqlar da iştirak ediblər. Tədbirdə Bakı şəhər Nərimanov rayon tibb mərkəzinin direktoru, tibb elmlər namizədi Fazil Alməmmədov, kitab tərtibatının ön və son sözünün müəllifi, tədqiqatçı jurnalist Dəyanət Səlimxanlı, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmlər doktoru, professor, Milli Müdafiə Universiteti Hərbi Elm Tədqiqat Universitetinin Humanitar Elmlər Şöbəsinin professoru Nurulla Əliyev, kitabın hərbi məsləhətçisi, tədqiqatçısı jurnalist Layla Hüseynova və şahid ailələrinin üzvləri çıxış ediblər. Ulu Öndər rəhbərlik etdiyi 10 il ərzində ordu quruculuğuna çox yüksək dəyər verdi. Ordu quruculuğunu, ordunu yenidən dirçəltdi, yenidən yaratdı. Məhz ona görə də biz öz sözümüzü deyə bildik və nəhayət Ulu Öndər sağlığında deyirdi ki, mən inanıram ki, mənim həyata keçirə bilmədiyim talih güclü məsələləri, işləri, planları məndən sonra İlham Əliyev həyata keçirəcək. O mənim yanımda böyük, mən ona özüm kimi inanıram. Və həqiqətdə də belə oldu. İlham Əliyev rəhbərlik etdiyi 22 il ərzində böyük bir siyasi iş gördü, böyük dünyaya öz sözünü dedi və ordunu daha da möhkəmləndirdi və nəhayət biz 2020-ci ildə sentyabrın 20-də müharibə başladı, noyabrın 8-də 44 gündən sonra biz qələbə qazandıq və bununla da İlham Əliyev dünya siyasətini sürdü. Bax, bu birinci hissədə kitabın möhtəşəm qələbəmizin 5 ili fədakar həkimlərimiz birinci hissəsində məhz bundan bəhs olunur. İkinci hissədə isə Nərimanov rayon tibb mərkəzi həkimlərinin başda Fazil Alməmmədov, tibbin rəhbəri Alməmmədov olmaqla demək, həkimlərimizin Şuşada və Xan kəndində xidmətlərindən bəhs olunur. Tibb bacıları, felçerlər, hətta xadimələr, süpürgəçilər belə dedi xadimələr. Orada iştirak ediblər, öz xidmətlərini göstəriblər. Hətta sürücülər, təcili yardım orada iştirak ediblər. Onların hər birinin böyük xidməti var. Bunlar tarixdir. Biz bunları qələmə aldıq, yazdıq. Bizdən sonra gələcək nəsillər də bu tarixi oxusunlar və bu tarixi unutmasınlar. Bu kitabın araya ərsəyə gəlməsində mənə təklif belə deyək də olanda mən təklifi yüksək səviyyədə qəbul elədim və hərbi məsləhətçi kimi bu kitabı mən belə deyək fəaliyyətimi qursam da bu kitabın araya ərsəyə gəlməsində hərbi məsləhətçi kimi fəaliyyətimi qursam da, amma yəni bu mövzu mənə doğma olduğu üçün Azərbaycan ordu quruculuğu, Azərbaycan ordu quruculuğunun səhiyyəmizin, hərbi səhiyyəmizin belə deyək, ordu quruculuğunda əsas xətt kimi götürülən səhiyyəmizin, hərbi səhiyyəmizin daha da gücləndirilməsi, möhkəmləndirilməsi mövzusu burada öz əksini geniş tapdı. Və təbii ki, bu hərbi jurnalist olaraq mənim fəaliyyətimdə bu mövzuda daha çox mən yazmışam. Ona görə də səhiyyəmiz Azərbaycan ordusunun qələbə qazanılmasında, 44 günlük vətən müharibəsində, sonraki əməliyyatlarda, döyüş əməliyyatlarında, o cümlədən antiterror tədbirlərində hərbi səhiyyəmizin səfərbərliyi, hərbi səhiyyəmizin peşəkarlığı hər kəsin, hər bir belə deyək də, göz önündə, onun qəhrəmanlığı göz önündə sərildi. Çünki əgər müharibə, harada müharibə varsa, orada həkimlərimiz başda dayanır, yəni hər bir əskərin sağlamlığının, döyüşçünün sağlamlığının, hər bir yaralının sağlamlığının keşiyində, belə deyək, vətənin müdafiəsində əskərdir, onun sağlamlığının keşiyində həkimlərimizdir. Banu Çək Hüseynli, Səs TV xəbər. Televiziyadan bir elan getdi ki